sınıfı, hörmətli Kəmal müəllimimiz və valideynlər. Bugün biz biraz heyecanlıyıq çünkü bizde bugün qeyri-adi bir gündür. Biz ibtidai sınıfla vidalaşırıq. Biz 4 illik ibtidai məktəb həyatında oxumağı, yazmağı, hesablamağı, tapşırıqları yerinə yetirməyi öyrənmişik. Müəllimimiz sayəsində yeni biliklərə yiyələndik, yeni məlumatlar öyrəndik. Biz bura ona göre toplaşmışıq ki, təntənəli şəkildə mehribancasına ibtidai siniflər vidalaşıb yuxarı pillələrə addımlayaq. Tədbirimizin, torpaqlarımızın azadlığı uğruna gedən döyüşlərdə şəhid olan qəhrəman oğullarımızın xatirəsini bir dəqiqəlik sükutla yad edib, Azərbaycan Respublikasının dövlət dilinin oxunması ilə açıq elan edirik.